Ey peyğəmbərlərin, ey nəbilərin və rəsulların Rəbbi olan Allah, ümumiyyətlə bu bəhs həmişə soruşulur, həmişə axtarılır. Müəyyən alimlər hərəsi özünə məxsus cavablar da verirlər ki, nəbi ilə rəsulun fərqi nədir? Yəni peyğəmbərlə rəsulun fərqi nədir? Ki, ərəb dilində nəbi deyərlər və rəsul deyərlər. Allahın rəsuli, Allahın nəbisi. Lüğəti mənası rəsul, bayaq dedim, elçi deməkdir. Yəni Allahın elçisi, Allahın göndərdiyi mənasını verir lüğəti mənada. Amma nəbi isə xəbər gətirəndir. Allahdan xəbər gətirən. Lüğəti mənası budur. Əlbəttə, lüğəti mənasına baxanda təqribən eyni mənadır. Allahdan xəbər gətirən və yaxud Allahın göndərdiyi. Yəni təqribən göndərir, nəyə görə göndərir? Xəbərə görə göndərir. Yəni təqribən lüğət tərəfdən görürsən ki, mənaları eynidir. Yəni tam eyni də olmasa yaxındır bir-birinə mənası. Amma saylarına gəlincə isə əlbəttə Quran-ı Kərimdə peyğəmbərlərin sayı barəsində heç bir məlumat bizdə yoxdur. Hədislərimizdə varid olub ki, düzdür, müxtəlif saylar deyilib, amma ən çox hədislər 124 min peyğəmbərin gəlməsini deyiblər. Və bu təfsilatı ilə Kafi kitabında var, Kafidə gəlib bu hədis ki, soruşdular ki, bu 124 min peyğəmbərin, nəbinin hamısı rəsuldur. Peyğəmbər sallallahu aleyhi və aleyh cavab verdi ki, xeyr, 124 min peyğəmbərin içərisində, nəbinin içərisində 313-ü rəsul adlanır. 313-ü rəsuldur, amma digərləri isə nəbidirlər. Buradan da başa düşürük ki, deməli, bütün rəsullar hamısı nəbidir, amma bütün nəbilər rəsul deyil. Deməli, 313 onların içindən həm rəsuldur, həm nəbidir, amma qalanları isə ancaq nəbidirlər, amma rəsul hesab olunmurlar, Allahın rəsulu hesab olunmurlar. Əlbəttə, bunların arasında fərq nədədir? Bunları müxtəlif cəhətdən, məsələn, vəhiy gəlişi baxımından asandır təyin eləmək. Vəhiy gəlişi baxımından asandır o mənada ki, yəni hədislərimizdə aşkar bəyan olunub ki, nəbiyə vəhiy gələndə nəbi mələyi görməyi şərt deyil, o vəhiyi eşidə də bilər, mələyin səsini eşidə də bilər, yuxuda ona vəhiy də gələ bilər. Amma rəsul isə Allahın mələyini görür və ondan birbaşa vəhiy alır, birbaşa ondan təmasda olur. Vəhiy gəlişi baxımından fərq aydındır. Yəni, məsum imamlarımız və yaxud Peyğəmbər sallallahu aleyhi və aleyh aşkar şəkildə bunu izah edib ki, vəhiy gəliş baxımından nəbi ilə rəsulun fərqi. Amma vəzifə baxımından onların arasında fərq nədir? Burada alimlər müxtəlif versiyalar deyiblər. Məsələn, bir qism alimlər deyiblər ki, rəsul o kəsə deyilir ki, onlar kafirlərə göndərilib. Yəni, müşriklərə göndərilib, təkzib edənlərə göndərilib, inatkarlara göndərilir. Onlara rəsuldur. Yəni, onların işi ona görə daha ağırdır. Amma nəbi isə mömin, iman gətirənlərə göndərilib. Necə? Məsələn, Musa Peyğəmbər gəlir kafirlərə, Musa Peyğəmbər gəlir inatkarlara, təksib edənlərə çatdırır risaləti. Ondan sonra Musa Peyğəmbərdən sonra gələn Peyğəmbərlər artıq Musa Peyğəmbərə iman gətirənləri həmən qoruyub saxlayır. Bu mənada. Deməli, rəsullar gəlirlər müşriklərə, amma Peyğəmbərlər gəlirlər isə o rəsula iman gətirənləri imanında saxlasınlar, onların zəlalətə getməsinə mane olsunlar, onlar azğınlığa getməsinlər, onlar yolunu azmasınlar və s. və s. və s. Yəni, mən demirəm bu doğru meyardır, amma bəzi alimlər bu cür bölüblər. Deyirlər ki, nəbinin vəzifəsi budur, rəsulun vəzifəsi budur. Bəzi alimlər isə bu cür deyiblər. Deyiblər ki, rəsul olardı ki, Allah onlara şəriət verib. Amma peyğəmbərlər, nəbilər isə olardı ki, onlara xüsusi şəriət gəlməyib. Onlar özündən qabaq ki, rəsulun şəriətini təbliğ ediblər. Məsələn, İbrahim Peyğəmbər əleyhissalam, əgər Həzrəti İbrahim əleyhissalam rəsuldur, amma onun zamanında olan, məsələn, Lut Peyğəmbər və yaxud digər peyğəmbərlər, onlar məsum deyirlər, onlar rəsul deyirlər, onlar nəbidirlər, onlara şəriət gəlməyib, onlar İbrahim Peyğəmbərə gələn şəriəti təbliğ ediblər. Və yaxud İsa aleyhissalamın zamanında Yəhya aleyhissalam da yaşayırdı. Yəhya aleyhissalama şəriət gəlmir, amma İsa aleyhissalama şəriət gəlir, Yəhya aleyhissalam da onun şəriəti ilə yaşayır. Və yaxud Musa aleyhissalamın zamanında Şüeyb aleyhissalam da var, qardaşı Harun aleyhissalam da var. Şəriət Musa aleyhissalama gəlir, Harun və Şüeyb aleyhissalam da onun şəriətini təbliğ edirlər.
Yəni başqa sözlə qısaca desək, rəsul o kəsdir ki, Allah onlara şəriət verib, amma peyğəmbər nəbi o kəsdir ki, Allah onlara şəriət verməyib, onlara özündən qabaqki peyğəmbərin, yəni rəsulun şəriətin təbliğ eləməyi onlara vəzifə bilib, onlara tapşırıb. Yəni bu da başqa bir cəhətdən bölümdür və başqa bölümlər də var, amma mən istəmirəm bu barədə uzun-uzadı danışım. Amma bizə vacib olan nədir? Bizə vacib olan odur ki, biz bütün peyğəmbərlərə iman gətirmişik. Adəm əleyhissalamdan tutmuş, Xatəmül Ənbiya Muhammed sallallahu aleyhi və alihi və səlləmə qədər bütün peyğəmbərlərə biz iman gətirmişik. Sayları 124 min də olsa, birdən ondan artıq da olsa, birdən ondan əski də olsa, o say biz üçün önəmlidir. Biz üçün önəmli olan odur ki, Adəm əleyhissalamdan tutmuş Xatəmül Ənbiya sallallahu aleyhi və alihi və səlləmə qədər bütün peyğəmbərlərə biz iman gətirmişik. Və sonuncu peyğəmbər də bizim əziz peyğəmbərimiz Muhammed İbn Abdullah sallallahu aleyhi və alihi və səlləmdir və ondan sonra nə nəbi gələr, nə də rəsul gələr. Nə nəbi gələr, nə də rəsul gələr. Bunu xüsusilə vurğulayıram ki, çünki bəziləri indi son zamanlarda peyda olublar, deyirlər ki, biz rəsuluyuz, amma bu qətiyyən rədd olunur. Niyə görə rədd olunur? Çünki Allah Quran-ı Kərimdə deyir ki, Peyğəmbər salavatullah xatəmün nəbiyyindir. Xatəmün nəbiyyin, yəni peyğəmbərlərin sonuncusudur. Xatəm sonuncudur. Düzdür, indi bunu xatəm də oxunur, xatim də oxunur. Xatim desin, yəni sonuncu. Xatəm desin, üzüyə deyərlər. Xatəm, daha doğrusu üzüyün qaşına deyilir. Xatəm. O da bəziləri deyir ki, yəni burada deməyib ki, peyğəmbər son peyğəmbərlərin sonuncusudur. Deyir, peyğəmbərlərin üzüyünün qaşıdır da Peyğəmbər salavatullah. Bu tərif üçün deyib də bunu. Deyir ki, xeyr, bunun da mənası var. Bu məcazdır, bu təşbihdir, bu kinayədir. Yəni, insan adətən elə indi də belədir, qədimdə də belədir. Sözü yazarsan, möhrü hara vurarsan, möhrü. Möhrü sona vurarsan, axırıncıya. Yəni, peçatdır. Peyğəmbərlərin peçatı, peyğəmbərlərin sonuncusudur ki, ən axırda möhürdür. Bu möhür vurulandan sonra, daha möhürdən sonra nə yazılsa, o etibarlı sayılmaz. Ona görə bu günləri rəsul iddia eləyənlər, onlar peyğəmbərlik möhründən sonra yazılan saxtakarlardır. Ona görə onlar heç vaxtı həmən sıraya daxil olmaz. Bu bir. İkincisi də Allah deyəndə ki, bayaqları dedim, bütün rəsullar nəbidir. Amma bütün nəbilər rəsuldur. Deməli, əgər peyğəmbərimiz nəbilərin sonuncusudursa, deməli rəsuldan heç danışmağa dəyməz. Çünki nəbi olmalı idi ki, ondan sonra rəsul olsun. Elə Allah Quran-ı Kərimdə deyəndə ki, Peyğəmbər salavatullah nəbilərin sonuncusudur, deməli, avtomatik olaraq o həm də rəsulların da sonuncusudur. Amma desəydi ki, rəsulların sonuncusudur, onda birində deyərdi ki, mən rəsul deyirəm, mən nəbiyəm. Çünki rəsul nəbidən daha xüsusidir də, ümumidir. Başqa sözlə buna bir də misal deyim. Məsələn, bir var ki, bir nəfər gəlib deyir ki, məsciddə alim yoxdur. Məsciddə alim yoxdur, amma ola bilər insan olsun, düzdür? Amma bir nəfər gəlib deyir ki, məsciddə insan yoxdur. Ondan sonra sən ondan soruşa bilər, mənası var ki, soruşasan ki, alim var içəridə, şair var içəridə, yazıcı var içəridə. Sənə deyirəm ki, insan yoxdur. Deməli, əgər insan yoxdursa, bütün həmən insanın növləri, qismləri, şəxsləri, fərdləri hamısı mən nəhy elədim, rədd elədim. Ona görə peyğəmbərlik də əgər peyğəmbərliyin sonuncusu, nəbinin sonuncusu, xatəmi, möhürü, peçatı, əziz peyğəmbərimiz Muhammed İbn Abdullah sallallahu aleyhi və alihi və səlləmdürsə, daha ondan sonra heç suala ehtiyac qalmır ki, rəsul gələ bilərmi? Deməli, sözsüz ki, rəsula da orada yer yoxdur. Bu